şəhid qanını yerdə qoymadı. Muxtarı sürütlədim, bəlkə 25-30 metr məsafə var belə. Təsəvvür sürütləyirəm Muxtarı belə üzü üstə uzanmışam, o da arxası üstədir. Sağ əlinə yapışmışam, sol ayağı ilə mənə kömək edir. Dartıram, güllə dəyir, qalxır. Qaça da bilərəm, qaçmıram amma. Çünki mənim gözümün qabağında 4 nəfəri, 5 nəfəri, əli olmayanı, ayağı olmayanı, Muxtarın üstündə olanın qanı var. Yəni onu insan kör olar görməsə. Muxtarı sürütləyə, yəni məcburam. Gətirdim, veterin yanına qoydum, Qızıldaşdan Babaşov Vüqarı çağırdım. Bir də həkim var Bayıldan. Onu çağırdım ki, mənə kömək lazımdır. Susuzluqdan dodaqlarım çartlayıb, mərmi ilə vururdular sanitarkaları. Dedi, su ver mənə. Rabitə ilə əlaqəyə çıxdıq ki, bəs təcili yardım göndərin. Təcili yardım deyir ki, yəni girən mühitə siz bizdən çox aralıdasınız. Demirəm, biz 8-9 kilometr hansı ki, arxada olan texnikalardan uzaqlaşmışıq biz. Biz minamyot olan ərazilərdə keçmişik, tanklarda keçmişik. Biz konkret səhralıq bir yerdə üzbəyüzük. Amma onlar bizi görür, biz onları görmürük. Hər yerdə idmanla ad qoyub getmişdi. Yəni, müharibədə də bir ad qoydu. Həqiqətən çox cəsarətli, ürəkli şahidi. Mənim çox, yəni ki, özümə də ləzzət edir. Yəni ki, Muxtar onda ruhlanır məmişə ki, ya ləzzət edir ki, yəni geri gedib, deməli gedib, yəni getdiyi qabağa. Yəni ki, qorxu deyilən bir şey yox idi bu insanda. Yaralarını çıxartmaq lazım, çıxardırdı. Nəyim, özüm bir şeysə bir yerdə deyəndə odun, yalın, hər şeyin içine atırdı.